Salam əziz müəllimlər və abituriyentlər. Bugünkü testimizin izahında sizə oleum məsələlərinin izahını verəcəm. Deməli, keçək suallarımızın izahına. Oleum dedikdə bilirsiniz ki, sulfat turşusunu biz kontakt üsulundan alırıq. Və bu zaman sulfat kükürdün bir təbii mineralını götürürük. Məsələn, sfaledit olsun, sinqez və yaxud da pirit olsun. Məsələn, piriti götürürlər, yandırırlar əvvəlcə. Ferm2O3, üstə gəl SO2. Sonra SO2-nin üzərinə oksigen gəlirdik. Katalizator iştirakında SO3-ə çevirirdik. Sonra isə SO3-ün üzərinə su gəlib də H2SO4 ala bilərik. Və yaxud da SO3-ün üzərinə qatı sulfat gələrək oleum alırdıq. Özünüz bilirsiniz də. Sonra da alınanın üzərinə su gələndə, yəni oleumun tərkibindəki SO3 qədər su gələndə H2SO4-ü almaq olur. Düzdür, əslində H2SO4-ü almaq istəyirik, amma fikir versək görərik ki, oleumun SO3-ün üzərinə qatı sulfat gələndə az miqdar sulfat elə bil əlavə eləyib, çox miqdar sulfat əldə edirik. Nəyə görə deyirəm bunu? Məsələn, H2SO4 qatısı SO3 ilə aparılır. Orada hansı ki H2SO4 n mol, H2SO4 vur n mol SO3 alınır. Bax, oleumun tərkibi budur. Yəni düzdür, biz birbaşa SO3-ün üzərinə su da gəlib H2SO4-ü əldə edə bilərik. Problem yoxdur. Amma yəni bu yolla da sulfatı orada əldə edə bilərik ki, SO3-ün üzərinə əvvəlcə qatı sulfat gəlirik, oleum əmələ gəlir. Sonra isə oleumun üzərinə İçərisində SO3 nə qədərdirsə, o qədər su gəlməliyik. Baxın, oleum məsələlərində bax bu reaksiya çox mühüm rol oynayır. Ona görə bu reaksiyanı yaxşı öyrənək. Fikir versəz, ümumiyyətlə bilirsiniz ki, 1 mol SO3, 1 mol sunan 1 mol H2SO4 verir. İndi n mol SO3, n mol sunan n mol H2SO4 yaranacaq. Biri də burada olduğuna görə n plus 1 mol H2SO4-ə çevrilir. Aha, deməli az miqdar ilə bir sulfat əlavə edib çox miqdar sulfat əldə elədikdə, yəni sulfat turşusunun kontakt üsulundan alınmasında istifadə olunan üsuldur. Bir də əziz müəllimlər və abituriyentlər, biz burada nəyə fikir verməliyik? Oleumda H2SO4 vur n mol SO3 deyilmi formulu? Aha, biz burada bilməliyik ki, sulfat turşusunun rolu nədir burada? H2SO4-ün, SO3-ün rolu nədir? Baxın, məhlul dediyimiz şey nədən ibarətdir? Həll olan maddənin həll-edicidən. Oleumda da H2SO4 həll-edici rolunu oynayır. Həll-edici. Əvvəlcə bunu özünüzdə qeyd edin. Həll-edici, SO3 isə həll olandır. Aydın oldu mu? Bax, xahiş edirəm, buna diqqətli olun. Bunu yadda saxlayaq. Çünki birazdan bu bizə lazım olacaq. Onda keçək elə birinci sualımızın izahına. Həm bu formulda dediyim, həm də o bayaqki reaksiyanı yaxşı yaddaşımızda saxlayaq. Bizə deyir ki, 2% oleum almaq istəyirəm və 900 qram 20% oleum üzərinə V milli 64% sulfat turşusu məhlulu əlavə edilmişdir. Əlavə edilən sulfat turşusu məhlulunun sıxlığını müəyyən edin. Əlbəttə ki, bilirik ki, sıxlığın düsturu ρ bərabərdir n bölək V-dir. Burada gördüyümüz kimi İndi biz burada V-ni veribdir, ona söhbət yox. İndi biz nə edəcəyik? Əvvəlcə burada 900 qram 20% oleumu gəlin başa düşək. Baxın, necə ki bayaq dedim, oleumda H2SO4 həll edici, SO3 isə həll olan maddədir, düz deyilmi? İndi biz əvvəlcə tapaq görək, 900 qram 20% oleum məhlulu, yəni nə deməkdir? Deməli, əvvəlcə 900-ün 20%-ni tapıram, 900-ün 20%-ni tapacam. Bu nə qədər eləyəcək? 180 qram. Deməli, 180 qram burada nə var? Həll olan maddəmiz olan SO3 var. Onda 900-dən 180-i çıxsam, 720 qramda nə var? Həll edici olan H2SO4 var. 900 qramlıq oleumdur da, yəni məhluldur. Bunun tapdım ki, 180-i SO3-dür, 180 qramı. 700 qramı da H2SO4. Bu öz qaydasında dursun. Həcmini V milli verib və bizə deyir ki, 64% sulfat turşusu məhlulu əlavə edilmişdir. Baxın, xahiş edirəm, bir də deyirəm, bax, biz məhlulda nə deyirik? Məhlul həll olan maddənin həlleyicidən ibarətdir. Baxın, biz oleumu təhlil elədik. Bizə verilən 900 qram 20% oleum təhlil olundu ki, bunun içərisində 180 qram həll olan maddə olan SO3, 700 qram həll edici olan H2SO4 var. Bu öz qaydasında dursun. İndi mənə deyir, bunun üzərinə 64% sulfat turşusu məhlulu əlavə edilib. Gəlin görək bu nə deməkdir bunun özü. Baxın, 64% bilmirəm də, indi burada sulfat turşusu məhlulunu nə qədər götürüb bilmirəm. Məhlulu burada bir x qəbul edirəm, x. Mənə deyir 64% sulfat turşusudur. Bu nə qədər eləyir? 0,64x. Deməli,
0,164x H2SO4 var burada. Məhlul nə qədərdir? X idi. X-dən 0,164x çıxanda isə nə qədər qalır? 0,36x-də nə var imiş? Su varmış. Elə? Su var. Çünki bu bizə 64% sulfat turşusu məhlul nə deməkdir? Deməli, burada 64% sulfatdır, 36% sudur. Məlum məsələ. Sulfat turşusunun məhluluna. Oleumda yenə deyirəm, oleumda su olmur. Xahiş edirəm, o hissəyə diqqətli olun. Oleumda həlledici rolunu H2SO4 oynayır. Orada su yoxdur. Aşağıda da elə bil indi oleumun üzərinə 64% sulfat turşusu məhlul əlavə eləmək nə deməkdir? Yəni 0,164x H2SO4 var. H2SO4 burada həll olan maddədir. 64% sulfat turşusu məhlulun içərisində, xahiş edirəm, diqqətli olun. 64% onun sulfat turşusu, yəni həll olan maddəmizdir. Sulfat turşusu burada həll olan maddədir. Həll-edicimiz isə sudur və bu 0,36x oldu. Yəni 36%-lə desəm. Aha, indi bir şey var. Mən elə bil bunu, bax bunu götürüb bunun üzərinə əlavə eləyəcəm. Yəni elə deyir də, yəni bunu götürüb oleumun üzərinə əlavə eləyəcəm. Amma bir şey var. Oleumun içində su yoxdur axı. Deməli bu suyu buradan belə deyək də yoxa çıxartmalıyıq. Lor dilindən desəm itirməliyik. Aha, bu su məhv getməlidir də. Yəni oleumun içərisində su yoxdur axı. Amma bir şey var. Bu suda gedir oleumun içərisindəki nə ilə reaksiya girəcək? SO3 ilə. Gəlin görək. O 0,36x su var. Görək o nə qədər SO3 özünə sərf eləyərək H2SO4 yaradacaq. Çünki bilirik ki, əgər mən 64% sulfat turşusunu aparıb oleumun üzərinə tökürəmsə, burada nə baş verir görün. Su gedir SO3 ilə oradakı oleumun içərisindəki SO3 ilə reaksiya girir. Özünü nəyə çevirir? H2SO4-ə. Aha. Deməli, su nə qədər idi? 0,36x idi, elə? Düzmü deyirəm? İndi su 18-dir. SO3-ün kütləsi 80-dir, MR bu da 98-dir. Onda biz tənasüb qursaq, nə bilim, buna bir B yazıram. B buradan nə qədər eləyir? 1,10 deməli bu 0,2 80-ə vuranda yox, 0,36-dır. 0,2. O da 0,2 8-ə 1,6x, 1,6x. Aha, deməli bu qədər SO3 sərf olunub. Diqqətli olun. Bu su getdi oleumun içərisindən oleumun içərisində olan SO3-dən nə qədər sözünə sərf elədi. Lap yaxşı, olsun. İndi bəs görək 0,36x su özünə 1,6x SO3-ü sərf eləyəndə nə qədər sulfat yaradır? Bu sulfata çevrilir axı. Buna da bir C yazıram. Elə bil ki, bu arasında tənasüb quranda C buradan nə qədər eləyir? Bu da 1,96 eləyir də. Elə bil ki, 0,2-yə vururam bunu. 1,96x. Aha, gəlin indi analiz eləyək, görək əlimizdə nələr qaldı, nələr yarandı. Bunu analiz eləyik. Baxın, diqqətli olaq. Deməli, sulfat turşusu məhlulunu oleumun üzərinə gələndə su 0,136x qram su getdi oleumun içərisindəki SO3-lə reaksiya girdi. Əvvəl SO3 nə qədər idi? Bir mən diqqətdən baxaq. Əvvəl oleumun içindəki SO3 180 qram idi. Aha, su 0,36x qram su 1,6x SO3 özünə sərf elədi. Yerdə nə qədər SO3 qaldı? 180 çıx 1,6x qaldı. İndi keçirəmmi sulfat turşusuna? Baxaq. Deməli, əvvəl başda oleumun içərisində sulfatımız H2SO4-ümüz, H2SO4-ümüz 720 idi. Bəs yaxşı, 0,36x suyumuz nə qədər sulfat turşusu yaratdı? Bir buna baxaq. Nə qədər yaratdı? 1,96x. Aha, deməli, bunu da sulfatın üzərinə gəlməliyəm. Baxın, birindən niyə çıxdım, birindən topladım. Yəqin onu başa düşdünüz də. Baxın, burada su SO3 özünə sərf elədi. İstifadə elədi su. SO3 ilə reaksiya girib H2SO4-ə çevrildi. Deməli, burada SO3 azalacaq, H2SO4 çoxalacaq. Niyə? Çünki su SO3 ilə reaksiya girdi. Reaksiya girənlər də həmişə azalır, alınan nə qayır, artır. Aha, deməli, SO3-ümlə əlimdə 180 çıx 1,6x qaldı. Bəs sulfat turşumuzdan nə qədər qaldı? Yəni, oldu, belə deyək də, 720 üstə gələk 1,96x-də oldu. Düz deyilmi? İndi davam eləyək. Görək bizim burada faizdən danışırdı da bizdə. Bir də diqqətlə nəzər yetirsəz, əziz müəllimlər, abituriyentlər, baxın. Nəzər yetirsəz, sulfat turşusu bir yerdə də var. Baxın, nətər yəni, diqqətlə qulaq asın, göstərəcəm. Baxın, oleumun içərisindəki 700 qram H2SO4, oleumun üzərinə əlavə elədiyi 64% sulfat turşusu məhlulunda olan 0,164x H2SO4, bir də ki, suyun SO3 ilə reaksiyasından alınan 1,96x qədər H2SO4. Deməli, mən
yuxarıdakı 0,64x-i də gəlməliyəm. Nəyə görə? Çünki başda 720 var idi. Üzərinə 64% sulfat gələndə bu 0,64x qədər H2SO4 gəlmişdi üzərinə, düzdürmü? Bir də suyun SO3 ilə reaksiyasından alınan H2SO4 də var. Onu da gələndə toplam burada option nə qədər oldu? Biz cəmi buna baxmalıyıq. 720 üstə gələk. Bundan bunu toplayanda 15, 16, bu da 2,6x. Aha, əla. Bu qədər. Artıq mən SO3-ü də bilirəm nə qədərdir əlimdə. Sulfatı da bilirəm nə qədərdir əlimdə. Yaxşı. İndi başlayaq. Biz omeqanın düsturunu bilirik də. Omega bərabərdir nəyə? M həll olana bölünə M məhlul vur 100%. Orada omeqanı vermişdi də bizə. Aha, çünki 2% oleum almaq üçün deyir. Başlayaq. Deməli, buradan 2% bərabərdir. Qulaq asın ha. Həll olan maddəm nə qədərdir? Həll olan maddəm oleumun içərisində sizə başdan dedim ki, başdan başa saldım ki, oleumun içərisində H2SO4 həll edicidir. SO3 həll olandır. Onda SO həll olan maddəm nə qədərdir? 180 çıx 1,6x, düzdür? Çünki həll olan maddəni bölürəm məhlula. Məhlul nəyə bərabərdir? Deməli, həll olanla 1,6. Aha, bu bizim həll olanımızla həlledicimizin cəmi. Həlledici nə qədərdir? Sulfat idi da. 720 gəl 2,6x-ə. Vur 100%-ə. Aha, buradan x alacaq hesablama nəticəsində x alırıq 100. Buyurun. X oldu 100. Elə indi deməli artıq biz indi sıxlığın düsturuna keçə bilərik. Baxın, yenə deyirəm, omeqanın düsturunu özünüz bilirsiniz. Həll olanı məhlula bölüb 100-ə vurursunuz. Həll olan oleumun içərisindəki SO3-dür. Başdan başa saldım bunu. Onu 180 çıx 1,6x həll olan maddəm var. Məhlul da elə SO3 ilə H2SO4-ün cəminə. Niyə? Həll olanla həlledicinin cəminə demək. Məhlul bu deməkdir. Vuraq 100%. Buradan x-i 100 aldım. Yerimiz qalmadı. Qoyun bir dəqiqə, indi buradan heç nə ilə buradan balaca bir yazaram. Sıxlığın da düsturu rho bərabərdir M böl V deyilmi? M-i nə qədər almışam? 100. Həcmi də məsələnin özündə vermişdi da, elə bayaqlarım V. 100 böl V. Var mı orada elə bir şey? Aha, cavab C variantı. Görün nə gözəl sualdır. Çox qəşəng sualdır. Prosto addım-addım getdikcə, diqqətlə düşündükcə çox əslində sadədir. Düzdür, biraz izahı çox vaxt aldı. İstədim ki, daha qəşəng başa düşəsiniz də. Ümid eləyirəm, tam aydın oldu. Yenə də çalışın təkrar bir neçə dəfə qulaq asın, daha yaxşı olsun, yaxşı mı? Onda effekti daha gözəl olur. Keçək ikinci suala. İkinci sualı başa düşək, görək nədən gedir söhbət. Baxın, deməli bizə burada nə deyir? Bizə deyir ki, məsələdə deməli, burada biz əvvəlcə 700 qram 49% sulfat turşu məhlulunu analiz eləməliyik. Görək, bu nə deməkdir? Deməli, 700 qram 49% sulfat turşu o deməkdir ki, məhlulumuz 700 qramdır. Düzdürmü? Deyir, 49% sulfatdır. Deməli, həll olan maddəmiz, yəni sulfatımız 700-ün elə bir 49%-ni tapırıq da, düzdürmü? O deyir, 7,963, 343. Aha, 343 qram H2SO4 var. Yaxşı, 700-ün, yəni 700 qram məhluldur. Onun 343-ü H2SO4-dürsə, onda suyu nə qədərdir? Həll edicisi də bu həll olandır. Su, yəni həll edicimiz nə qədərdir? 700-dən 343-ü çıxacaq, o deyiləcək 357 qram nə? H2O. Aha, deməli biz 700 qram 49% sulfat turşu məhlulu hazırlamaq istəyirik. Çünki o bizə onu deyir. Deyir, bu məhlulu hazırlamaq üçün müəyyən miqdar oleuma 50 qram 98% sulfat turşu məhlulu və x qram su əlavə edilib. Əlavə edilən suyun kütləsini müəyyən edin. Aha, deməli bu bizim, bax bu hissə bizim əldə eləmək, yəni hazırlamaq istədiyimiz məhluldur. Amma o bizə köməkçi kimi, bir fikir verin, ora baxın bir dənə diqqətlə. 50 qram 98% sulfat turşu məhlulu və x qram su əlavə edib. Onda gəlin görək, o bura nə qədər sulfat əlavə edib. Baxın, 50 qram 98% sulfat turşu məhlulu nə deməkdir? Deməli, burada məhlul 50-dir. Həll olan, yəni sulfat 50-nin 98%, yəni 49 qram H2SO4-dür. Lap yaxşı. Su isə 1 qramdır. Aha, 1 qram da H2O. İndi nə baş verəcək? Bax, bir dənə diqqətlə baxaq. Deməli, buradan biz görürük ki, bizə deyir ki, indi oleuma su, əgər oleuma orada da su əlavə edirsə, bilirsiniz ki, su gedib oleumun içərisindəki SO3 ilə reaksiya girir də.
İndi gəlin belə eləyək. Baxın, bizim əlimizdə onda belə çıxır ki, indi biz onu tapa bilmək üçün neçə mol sulfat turşusu alındığını bilməliyik də. Çünki biz bilirik ki, onsuz da H2SO4 vuraq N mol SO3 oleumdur. Biz onu oleuma. Ona bax orada yazıb ki, oleuma 50 qram 98% sulfat gəldim. Yaxşı, oleumun formulu budur. Oleumun içərisində bayaq da dedim, SO3 nə qədərdirsə, o qədər su gəlməlisən. Gəldinmi? Burada nə alınırdı? N mol SO3 ilə N mol su, N mol H2SO4 verir. Biri də başda var deyə N plus 1 mol H2SO4'dür. İndi qulaq asın. Biz buradan nə görürük? Bax, biz görürük ki, 343 qram H2SO4'üm neçə moldur? 3,5 moldur. Elə. Bəs burada verdiyi 49 qram H2SO4'ü bunu gəlib də özü. Bu nə qədərdir? Bu da 0,5'dir. Düzmü deyirəm? Deməli, bizim hazırlamaq istədiyimiz məhlulda 3,5 mol H2SO4 var. Amma o üzərinə 50 qram 98% sulfatı gələndə, yəni 0,5 mol sulfatı gəlibdir. Bax, məntiqlə düşünün. Bizim hazırlamaq istədiyimiz məhlulda 3,5 mol H2SO4 var. Bu artıq 50 qram 98% sulfat məhlulunun gələndə, yəni 0,5 mol H2SO4 gəlib. Nə qədər H2SO4 hələ çatışmır? Biz ona baxacağıq. 3 mol. Deməli, H2SO4 3 moldur burada. Onda əgər N plus 1 3-ə bərabərdirsə, onda belə çıxır ki, buradan da N bərabərdir 2-yə. Düzmü getdik? Əla, N'in qiyməti oldu 2. Bu qədər. İndi baxırıq nəyə? İndi biz, əgər N'in qiyməti 2-dirsə, onda belə çıxır ki, bunun da qiyməti, N'in qiyməti 2-dir, bunun da qiyməti 2-dir. Yəni, biz buradan 3 mol H2SO4'ü ala bilmək üçün, deməli, 2 mol su nə qədər eləyir? 36 qram H2 eləyir. Lap yaxşı. İndi, deməli, burada nə baş verdi? Bax, diqqətlə baxaq. Əvvəl su nə qədər idi? Biz ona baxaq. Əvvəl su 357 qram idi. 357 qram suyumuz var idi, düzdürmü? İndi nə qədər su gəldi burada? 36 qram su. Elə 36 qram su. Aha, onda nə qədər oldu artıq suyumuz? Bir də burada bir şey var idi ki, baxın, 50 qram 98% sulfat turşusu məhlulunda bir dənə diqqətlə baxaq. Bax, 1 qram suyu burada özü tökmüşdü. Yuxarıda 1 qram suyu özü tökmüşdü. Onda 357 plus 36 minus 1. O da bərabərdir 392 qram su. Bu qədər. Deməli, əlavə edilən suyun kütləsini hesablayın. Cavab variantı. Bax, bu qədər. Elə çətin məsələ deyil. Yenə deyirəm, burada bütün məqsəd o başdakı 700 qram 49% sulfat turşusu məhlulunu hazırlamaqdır. Düzdürmü? Yəni, biz onu hazırlayarkən onun üzərinə fikir verin. 50 qram 98% sulfat turşusu məhlulunu və x qram su əlavə edilibdir. Və biz buradan nə gördük? Gördük ki, 357 qram su bunun içərisində var, düzdürmü? Burada 1 qramı özü töküb artıq. Deməli, hələ ki, orada 356 oldu. Və buradan da tapdıq ki, 3 mol H2SO4'ü almaq üçün 36 qram su burada oldu da. Ona görə də ofşa suyumuz nə qədər oldu? 392 qram. Keçək o biri sualımıza. Deməli, oleumun 34,5 qramının neytrallaşmasına 75 milli 40% kalium OH məhlulu sərf olunub deyir. Və bizə deyir ki, R'su 1,4 qram bölü millidir. Oleumun həmin nümunəsində neçə mol atom var? Baxaq. Deməli, biz burada nə görürük? 75 milli 40% kalium OH məhlulunun R'sunu da verib 1,4. Gəlin belə eləyək. V bərabərdir 75. Rho bərabərdir 1,4. Onda buradan Rho bərabərdir M böl V. Eləmi? M də bərabərdir Rho vur V. Buradan tapa bilərəm ki, 75'i vuraram 1,4'ə. O da neçə eləyər? 105 qram eləyir də. Aha, 105 qram. Və bizə indi 105 qram aldım. Neçə faizli kalium OH deyir? Bizə dəqiqə. 75 qramı almışam. Elə. İndi neçə faizli kalium OH deyir? 40%. Deməli, biz burada tapırıq ki, 105'in 40%-ni tapaq ki, görək əlimizdə nə qədər kalium OH var mı? Yəni, bunu tapmağa çalışıram. 42 qram nə? Kalium OH.
Əlimizdə bu qədər kalium OH var. İndi nə baş verəcək? Bax, diqqətlə baxın. Oleumun 34,5 qramının neytrallaşmasına. Neytrallaşma bilirsiniz ki, turşu ilə əsas arasında gedir, HOH-a bərabər olur və normal duz plus su alınır. Oleumda nədən ibarətdir? H2SO4 vur, N mol SO3-dən. Yəni, bu kalium OH gedir, oleumun içərisindəki H2SO4-dən neytrallaşma reaksiyasına girir. Kalium OH gəldimmi? Neytrallaşmada dedim də HOH-a bərabər olmalıdır və normal duz plus su alınmalıdır. Əla, bunu yazdım. İndi 42 qram kalium OH-dan gəlin görək neçə qram sulfat turşusu sərf eləmişəm. 42 qram kalium OH neçə qram sulfatı neytrallaşdıracaq? Yəni normal duz suya çevirir. Bu 98-dir. Bizə dəqiq sulfatın hara yazdım? 98. Aha. Kalium OH-da 56-da 39, 17, 56, 2-yə də vuranda 112. Aha. Düzdür? İndi biz buradan X-i tapırıq ki, 36,75 qram nə olur? H2SO4 olur. Bu bizim sulfat turşumuz. Elə. Deməli, belə çıxır ki, baxın, qulaq asın. Və bizə demişdi ki, oleumun 34,5 qramının. Qulaq asın, ha. Bax, oleum nə idi formula? H2SO4 vur N mol su. Elə. Və bu bizə oleumu nə qədər vermişdi? Bax, oleumu bizə verib 34,5. Elə. Və biz kalium OH, 42 qram kalium OH-ı, bax, diqqətlə qulaq asın, ha. Biz nə qədər aldıq sulfat turşusunu? Sulfat turşusunu. Baxın, fikir verin, ha. 36,75. İndi baxın, oleum 34,5-dir. Amma 42 qram kalium OH sadəcə olaraq 36,75 qram H2SO4 istədi. Fikirləşin də. Təsəvvürləyin ki, artıq burada nə baş verdi? Artım baş verdi. Düzdürmü? Gəlin görək, 36,75-dən 34,5-i çıxanda nə qədər artım var? 2,25 qram elə. Yaxşı, onda bu artım nəyə görə oldu? Bax, bunu fikirləşməliyik. Bu artım kalium OH məhlul. Bayaqlarım demədi, kalium OH məhlulu. Məhlul deyirsə orada nə var? Su var, düzdürmü? Həmən su gedir, oleumun tərkibindəki SO3-lə girir. Necə ki, mən bayaq nə dedim sizə? Dedim ki, kalium OH gedir, oleumun tərkibində olan H2SO4-dən neytrallaşır. İndi bu kalium OH məhlul deyirsə, həm də orada nə var? Su. Bəs yaxşı, kalium OH H2SO4-dən girəndə və bu suda oleumun içindəki SO3-lə girəcək axı. Deməli, yazıram H2O, üstə gəl, oleumun tərkibindəki SO3-lə reaksiya girir. Nəyə çevrilir? H2SO4. Düzdürmü? İndi bayaqda nə qədər artım var dedik? 2,125. Bu artım nəyə görədir? Əlbəttə ki, suya görə. 2,25-i suyun üzərinə yazıram. Bu 18. Buradan SO3-ə 1 X, H2SO4-ə 1 Y. Görək bunlar nə qədərdir? Deməli, elə bizdən nə istəyir? Hə, neçə mol atom olduğunu istəyir. Elə SO3-ün molunu tapsam rahat olaram. Çünki mənə onsuz da oleumun içərisindəki SO3-ün molu maraqlandırır. Yaxşı. Buradan onda biz tapdıq ki, X bərabərdir nəyə? 0,125 mol nə? SO3. Bu SO3-ün molu. Yəni, oleumun içərisində SO3 neçə moldu tapdım. İndi H2SO4-ü tapsam, görəm burada neçə qram H2SO4-ü alanda bunu tapaq. Buradan da Y bərabərdir nəyə? 12,25 qram H2SO4-ə. Yaxşı. Bayaqlarım, qulaq asın, ha. Bayaqlarım. Diqqətlə fikir verin. Nə qədər kalium OH, nə qədər H2SO4 istəmişdi? Neytrallaşmaq üçün. Baba, burada tapmışdım. 36,75. Həmən 36,75-dən çıxıram. 12,25-i ki, oleumun tərkibində nə qədər H2SO4 var imiş. Bax, mən onu tapmağa çalışıram. Başa düşürsünüzmü? 42 qram kalium OH özünə 36,75 qram H2SO4 istəyir. Düzdürmü? İndi bu baxdım ki, bunun su SO3 ilə reaksiyaya girəndə 12,25 qram H2SO4 əmələ gəldi. Obşidə H2SO4 36,75 idi. İndi bunun 12,25-i. Əgər SO3-ün su ilə reaksiyasından alındısa, bəs oleumun içərisində nə qədər sulfat var imiş? Ona baxıram. Bu deyir 24,5 qram. Bəs 24,5 qram H2SO4 neçə moldu? Əlbəttə ki, 98-ə bölürük 0,25 mol H2SO4. Əla, bizə nə lazımdır? Tapıldı. Çünki baba, oleumun deyir, həmin nümunəsində neçə mol atom var. Mən nə tapdım buradan? Tapdım ki, 0,25 mol H2SO4-ümüz var. Düzdürmü? Elə
O birisi nə qədər tapdıq? 0,125. 0,1 də 125 mol SO3. Elə, aha, belə. Əla. İndi gəlin belə eləyək. Bizdən də burada bunları belə deyək də sadələşdirsək daha yaxşı deyilmi? Deməli bunlar getdi belə sadələşdirək. Onda 1 mol H2SO4-dür. Düzmü deyirəm? Aha, 1 mol H2SO4-dür. Bu nə qədərdir? 5 mol. 5 mol yox, üzr istəyirəm. 0,5 molda. 0,5 molda SO3. Yəni oleyimi belə aldım. 1 mol H2SO4, 0 SO4 yox, SO3. Aha, bax belə aldım. İndi də deyir ki, söhbət gedilən oleum nümunəsində neçə dənə atom var? İndi bunu hesablamaq nə var ki? Burada 7 dənə atom var. Üstə gələk. 4-ü də 0,5-ə vuranda 2 atom da bunun içində var. Yəni bunun içində o da cavab eləyir 9. Aydın oldu. Maraqlı sualdır, qəşəng sualdır. Amma diqqətli olaq da. Yəni H2SO4 görürsünüz. Kalium OH 42 qram kalium OH özünü neytrallaşdırmaq üçün 36,75 qram H2SO4 istədi. Amma bu H2SO4 əslində 2 yerdə var. Bir oleyumun içərisində, bir də kalium OH-ın yanındakı su SO3 ilə girəndə alınan H2SO4 də var. Deməli, SO3-ün su ilə reaksiyasından alınan H2SO4-ü tapdım ki, görüm nə qədər sulfat suyun SO3 ilə reaksiyasından alındı və nə qədər oleyumun tərkibində var imiş. Ondan sonra geri sözü gəlir. Yəni, məsələnin əsas mənasını dərk eləyin. Oleyum məsələləri həm diqqət tələb eləyir, həm də düzdür. Çox çətin deyil, amma təbii ki, indi və müəyyən məsələlərə baxanda çətin təbii ki, demək olar. Ki, yəni, nisbətən digərlərindən çətindir. Dördüncü suala keçək. Dördüncü sualda 30% oleyum almaq üçün 100 qram 91% sulfat turşusu məhlulundan neçə qram kükürdü altı oksid həll edilməlidir? Yəni, bu lap da çətinə oxşamır. Diqqətən baxaq, yenə analiz eləyək. Baxın, oleyumun tərkibi, bunu hər dəfə deyəcəm, yadınızda qalsın. Oleyumun tərkibini bilirsiniz. Bu, həll edici rolunu oynayır. Həll edici. Aha. Bu nə rolunu oynayır? Həll olan. Həll olan rolunu oynayır. Lap yaxşı. İndi, yaxşı, 100 qram 91%-li sulfat turşusu məhlulu nə deməkdir? Biz əvvəlcə bunu tapaq. Deməli, M məhlul 100 qramdır. 100-ün 91%-i M həll olan 91-dir. Su nə qədərdir? 9 qramdır. Bunlar hamısı tapıldı. Elə 9 qram da sudur. Aha, amma indi bir şey var ki, 30% oleyum almaq istəyirəm. Baxın, oleyum gözünüzün qabağındadır. Elə H2SO4 vur, N mol SO3. Yaxşı, burada sulfat turşusu məhlulu deyir. Burada su var. Bu suyun burada nə işi var? Onda biz bu suyuna qayırmalıyıq, itirməliyik, yəni məhv eləməliyik. Su qalmamalıdır. İndi nə baş verəcək? Həmən su, H2O, oleyumun tərkibindəki SO3 ilə reaksiya girir. Bilirsiniz ki, H2SO4-ə çevrilir. Aha. İndi getdik. Deməli, 9 qram su SO3 ilə reaksiyaya girəndə gəlin görək neçə qram SO3 sərf eləyib, neçə qram H2SO4 alıb. Bu 80, bu da 98. Elə. Buradan x nə qədər eləyir? X eləyir 40 qram, 2-də 1-dir də. Y də eləyir 98 qram. Yox, 2-də 1-dir, bu 49. 98-in yarısı 49. Bu H2SO4-ündür. Bu da nəyindi? SO3-ündür. Lap yaxşı. İndi baxaq. Əvvəl nə qədər idi? Bax, buraya baxın. Bax, H2SO4 nə qədər idi əvvəl? 91. Elə. Deməli, cəmi. H2SO4-ü hesablayaq görək cəmi nə qədərdir. Əvvəl 100 qram 91%-in içində 91 qram sulfat var idi. İndi də 9 qram suyun SO3 ilə reaksiyasından 49 qram da buradan əmələ gəldi. Onda nə qədər oldu opşu? 140. Lap yaxşı. Neçə faiz oleyum almaq istəyir? 30%-də. Gedirik. Omeqanın düsturunu bilirsiniz də. Lap bir də yazıram. Omega bərabərdir M həll olan böl M məhlul vur 100%-də. Yəni bilirsiniz. Bir də yazıram. M həll olan böl M məhlul vur 100. İndi 30% verməyib. Bu 30% bərabərdir. Həll olanım, gəlin görək, həll olan 30%-li məhlul almaq üçün nə qədər həll olana ehtiyacım var? X, bilmirəm də, SO3-ü tapıram da, belə deyək. X plus sulfat burada həll edicidir. Üstünə 140 gələn, vur 100%. Düsturda yerinə qoyanda, deməli, burada X bərabərdir nə qədər? Deməli, mən 30% oleyum almaq üçün, hansı ki, sulfa həll edici 140 qramdır. 140 qramdır. 30% də oleyum almaq üçün, deməli, mən 60 qram SO3 lazımdır. Bəs başda nə qədər idi? Burada başda deyəndə ki, 9 qram su nə qədər SO3 ilə reaksiya girmişdi? 40 qram. Onda cəmi.
60 plus 40 o da bərabərdir 100 qram SO3 var imiş. Bu qədər. O 100 qramın elə bil 60 qramı 30% oleum almağa sərf olunubdur. 40 qramı da 9 qram suyun SO3-lə reaksiyasından H2SO4-ün alınmasına sərf olunub. Başa düşdünüzmü? Cavabımız oldu C variantı 100. İndi keçirəm 5-ci suala. Nə deyir 5-ci sualda baxaq. 314 qram SO3-dür. 36 qram sudan neçə faizli oleum məhlulu almaq olar? Onda 314 qram SO3. 36 qram sudan. Uşaqlar, əziz müəllimlər, SO3 su ilə reaksiya girəcək, düzdürmü? Alınır H2SO4. İndi gəlin görək o 36 qram su özünə neçə qram SO3 sərf eləyəcək, ona baxaq. Nə qədər eləyir buradan X? 160 qram. Elə. Bəs nə qədər sulfat əmələ gəlir? Buna baxaq. Y eləyir 196 qram. H2SO4. Elə. Bunlar hazır. İndi yaxşı. Başda 314 qram SO3 vermişdi. Əgər bunun 160 qramını suya sərf elədisə, onda yerdə nə qaldı? Ona baxaq. 154 qram nə qaldı? SO3 qaldı yerdə. Düzdürmü? Qaldı. İndi heç nə. Bizə neçə faiz olayım? Heç problem yoxdur. Omega bərabərdir. Həll olanım 154-dür. Məhlulum 154 ilə həll edicimiz olan, yəni sulfatın cəminə bərabərdir. Vur 100%, o da bərabərdir 44% eləyir. Bax belə, gördünüz? Nə var bu? Yəni çox rahat tipindən biridir. Yenə deyirəm, 314 qram SO3 ilə 36 qram suyu qarışdıranda biz burada 36 qram suya nə qədər SO3 sərf elədik? 160. Əlimizdə nə qədər qaldı? 154. Bəs sulfatımız nə qədər alındı? 196. Omega necə tapırıq? Həll olanı məhlula bölüb 100-ə vururuq. Cavab 44 A variantı. Asan idi, nisbətən digərlərindən bilirsiniz. Bizə dəqiqə. Baxıram o biri suala. İndi burada nə deyir? 6-cı sualımızda 300 qram 40% oleum məhlulu. İndi bunu sıraz analiz eləyirəm. Heç görürsünüz, heç məsələni oxumuram. Yəni başdan hissə nə dedikcə addım-addım gedin də. Onsuz da məsələ göz qabağındadır ki, deyir 300 qram 40% oleum məhluluna neçə qram su əlavə etmək lazımdır ki, 75% sulfat turşusu məhlulu alınsın. Deməli, buradan biz nə görürük? Deməli, görürük ki, M məhlul 300-dür. Məhlulun 300 qram olduğunu gördük. Həll olan maddəm 300-ün 40%, yəni 120 qram SO3 var. Çünki oleumun içində həll olan 120-dir. Bəs həll edici onda 180-dir. Bu da nədir? Əlbəttə ki, H2SO4-dür. Bunlar hazırdır. İndi bizə deyir ki, sulfat turşusu məhlulu alınır, neçə qram su əlavə etmək lazımdır. Gəlin indi baxaq. Deməli, su əlavə eləyəndə SO3 avtomatik oradakı su ilə reaksiya girəcək. Özünü çevirəcək H2SO4-ə. Düzmü deyirəm? Gəlin görək indi 120 qram SO3 su ilə reaksiya girəndə neçə qram su sərf eləyir? Neçə qram sulfat alınır? Bu 80-dir, 18-dir, bu da 98-dir də. X bərabərdir. Deməli, buradan 1/5-ə vurursan da 18, 9, yarısını gələndə 27. Y-imiz də eləyir 147. Aha, bu belə hazırdır. 49 gəldim də elə bil yarısının üstə. Deməli, biz burada nə gördük? Deməli, gördük ki, əvvəlcə sulfat nə qədər idi? Bax, sulfat əvvəl nə qədər idi? 180. H2SO4 əvvəlcə 180 idi. Oleumun tərkibində 180. SO3 da su ilə reaksiya girəndə 147 qram da yaratdı. Nə qədər olduğunda 327 qram H2SO4 var. Bu qədər oldu. İndi həmən o mənə deyir 75% sulfat turşusu məhlulu. 75% sulfat turşusu məhlulu nə deməkdir? İndi deyin görüm. Deməli 75% sulfatdır, 25% sudur. Deməli mənim 327 qram sulfat turşum 75%-ə uyğundursa, 25% suyum neçə qramdır? Mən bunu tapmalıyam. Bu da buradan eləyir 109. Elə əvvəl nə qədər su var idi? Yəni belə deyək də, SO3 neçə qram su ilə özünə elə bil SO3 27 qram su sərf eləmişdi, düzdürmü? Deməli, burada 109-dur, 27-yi də sərf eləyib də, deməli, əvvəlcə nə qədər imiş? O da eləyir 136 qram su. Cavab elədir B variantı.
Əvvəl 136 qram deməli su var imiş. 27-sini bax buraya sərf eləyib. Düzdürmü? Bu 25%-ə də 109-u düşür. Yedinci suala keçək. Görək 7-ci sualda nə deyir? 7-ci sual test toplusunda bilirsiniz də kimya test toplusunda kükürt bölməsinin ətraflı suallarının içərisində o 10 dənə sualın ikisidir. 7 ilə 8 oradan götürmüşəm. Əgər kiməsə orada o suallar qaranlıq qalırsa, indi burada izah eləyirəm. Deməli 169 qram oleum. Yenə oleumu yazıram. H2SO4 vur N mol SO3. Deyir oleumu su ilə qarışdır. Su ilə qarışdıranda onsa sizə nə dedim mən? Dedim ki, oleumun tərkibində SO3 nə qədərdirsə, o qədər su tələb eləyir və 1 mol artıq H2SO4 əmələ gəlir. Səbəb çünki burada N mol yaranır, biri də buradadır. Ona görə N plus 1 oldu. Nəysə. Oleumu verib 169, 196 buruyu verib. Maddə kütləsinin saxlanma qanununa görə reaksiya girənlərin cəmi alınanlara bərabərdir. Yəni burada onu demək istəyirəm ki, bax buraya bərabərdir. Onda 196-dan 169-u çıxanda deməli su 27-dir. Suyun altına düşür 18-in. Burada eləyir 98 n üstə gəl 98. Çünki məsələdə məndən n-in qiymətini istəyir. Əlbəttə ki, buradan nə etmək olar? 98-i mörtəzə xaricinə çıxardıb. Bunu belə də yazmaq olardı əslində. Deməli 98 vur n plus 1 mol yazsam olardı da. Bununla bu gedərdi 2, elə 36 n bərabərdir 27 n üstə gəl 27-yə, 9 n bərabərdir 27-yə, n də bərabərdir 3-ə. N3 aldım. Bu hazırdır. N tapıldı. Və mənə deyir ki, 169 qram oleumu 50% sulfat məhluluna çevirmək üçün neçə qram su lazımdır? Deməli, baxın, 50% sulfat məhlulu nə deməkdir? 50% sulfat məhlulu odur ki, 50% H2SO4 olduğu kimi, deməli 50% də sudur. Düzmü deyirəm? O deyir 50% sulfat məhlulu. Bu nə deməkdir? Yəni 50% sulfatsa 50% də sudur. Sulfatı nə qədər verir orada? 196. Onda deməli su da 196-dan. Düzmü deyirəm? Aha, deməli 196 qram su burada var. 27 qram da burada idi. Onda cəmi nə qədər suyumuz var? O da eləyir 223 qram da su, bu qədər. Aha, keçək digər sualımıza. Toplunun sualı idi ha bu. İndi digər sualımıza izah eləyəcəm. Fikriniz məndə olsun. Maraqlı suallardan biri gəlir. Deməli 200 qram SO3-ün 9 qram su ilə qarışdırılmasından oleum alınıbdır deyir. X-i hesablayın və alınmış oleumu tamamilə H2SO4-ə çevirmək üçün tələb olunan suyun kütləsini istəyir. Gəlin baxaq. Əlbəttə ki, burada SO3 su ilə reaksiya girəcək. Əvvəl buna baxaq. Deməli H2SO4. Mən baxıram ki, 9 qram su SO3 ilə qarışdırılanda gəlin görək nə qədər SO3 tələb eləyib. Nə qədər sulfat əmələ gətirib. Y buradan eləyir 40 qram. X bərabərdir 40. Y də eləyir 49 qram. Düzdür? Yaxşı, əvvəl SO3 200 idi. 200-ün 40-ını bura sərf elədi də. Bu taba buraya. Su ilə reaksiya girdi. Yəni nə qədər SO3 qaldı? 160 qaldı. 160 qram SO3 qaldı. Yaxşı, 160 qram SO3 neçə moldu? Buna baxıram. 2 mol. 2 mol SO3-dür. Bu dursun burada. İndi 49 qram, baxın, mən sulfatı da almışam 49 qram. 49 qram H2SO4 nəymiş bə? Bu da 0,5 mol imiş. 0,5 mol da H2SO4 imiş. Lap yaxşı. İndi belə çıxır ki, mən nəticədə nə əldə eləmişəm? 0,5 mol H2SO4 vuraq 2 mol SO3. Elə? İntihası biz bunu sadələşdirməliyik də, yəni bir fikir verin. İndi mən bunu nə eləməliyəm? Deməli, neçə vurum? 2-yə vurum da elə. 2-yə vursam H2SO4 vur 4 mol SO3. Əla. İndi mənə deyir ki, alınmış oleumu tamamən H2SO4-ə çevirmək üçün lazım olan suyun kütləsini tapaq. Tapaq da, indi biz burada nə görürük? Baxın, onun o verdiyi, indi bunu sadələşdirdikdə bu ədədir. Yəni, özünüz bilirsiniz. Biz buradan çünki oleumun içərisindəki o x hesabla deyirdi. Bu heç, bu x artıq 4 olduğunu bildiniz. X bərabər 4. Amma bizim oleumumuz 0,5 mol H2SO4 vur 2 mol SO3 idi. Elə düzdür? Mən də sizə öyrətmişəm ki, SO3 nə qədərdirsə, o qədər də su istəyir. Bizim tapdığımızda SO3 2 moldur və 2 mol da su istəyir və 2 mol H2SO4-ə çevrilir. Elə? Onda deməli belə çıxır ki,
Bizdən nə istəyir? Su istəmir. Hətta qutardı da. Tələb olunan su da nə qədərdir? 2 vur 18, o da eləyir 36. Bu qədər sadə. Bu da belə. Deməli, sonuncumuz qaldı. Görək orada nə deyir. 9-cu sualda. Yenə 500 qram 40% olayım. Analiz edirik. Deməli, məhlul 500 qramdır. Belə yazım. 500 qramın 40% neçə eləyir? 200 qram eləyir də. 200 qram nədir? SO3-dür. Lap yaxşı. Çünki həll olan maddədir bu. Onda 300 qramı da nədir? Həll edici olan H2SO4-dür. Yaxşı. Üzərinə 100 qram 82% H2SO4 məhlulu gəlir. Bu nə deməkdir? Deməli, burada məhlul 100 qramdır. 82%, yəni 82 qramı H2SO4-dür. Sulfat, baxın, oleum məhlulunda H2SO4-dən SO3 var. Sulfat turşusu məhlulu başqadır. Orada H2SO4-dən su var. H2SO4 burada həll olandır. Su həll edicidir. 18 qramda su var. İndi nə baş verir burada? Bunları qarışdırdı, deyir, əlavə edildi. Yəni, oleumun üzərinə H2SO4 məhlulu gəldi. Gələndə nə baş verir ki? Su avtomatik SO3-lə reaksiya girəcək. Çünki oleumda su yoxdur, axı, su məhv olmalıdır da orada. Həmən H2O SO3-lə reaksiya, avtomatik reaksiya girərək H2SO4-ə çevrilir. Yaxşı, 18 qram su, bu 18-dir, bu 80-dir, bu da 98-dir. Onda elə burada 80 olur, SO3, bu da 98 olur, alınır da, yəni hesablayanda. Deməli, əvvəl SO3 nə qədər idi? 200. Düzdürmü? 200-ün 80-ni burada xərclədi. Nə qədər qaldı? 120. SO3 qaldı. Lap gözəl. Qalsın burada. Bəs sulfat turşunun axırı nə oldu? Bir fikirləşək. Sulfat turşunun axırı nə oldu? Deməli, əvvəlcə sulfat turşusu baba altına xətt çəkirəm. 300 idi. 300. Üstünə gəldi. 82 qram. Və 98 əmələ gəldi. Baxın, əvvəl oleumun içində 300 qram H2SO4 var idi. Sonra üzərinə 100 qram 82% sulfat gələndə, yəni oradan da üstünə 82 qram sulfat gəldi. Və hələ sulfat yenə var. Harada? Baba burada. Çünki su SO3-lə girəndə yenidən H2SO4 yaratdı. Option nə qədər olduğunda bu? 480. Nədən danışır? Omegadan danışmır. Heç nə. Neyəcəm? 120-yi böləcəm, yəni həll olan. Oleumun içərisində həll olan təbii ki, bilirsiniz ki, şeydir də, SO3-dür. Həll olanla həll edicimiz olan sulfatın cəminə. Çünki oleumun içərisində həll edici H2SO4-dür. Həll olan nədir? SO3-dür. Vur 100%, o da eləyir 20. Cavab da 20 A variantı. Əziz müəllimlər, abituriyentlər, bugünkü testimizin izahı bu qədər. Ümid eləyirəm ki, hər bir sualın izahı aydın oldu. Sağ olun, növbəti videomuzda görüşənədək.